Siz də pensiya artımlarından yararlanmaq istəyirsinizsə kanala abunə olun və videonu bəyənin. Bugün ölkədə insanların rifah halının davamlı şəkildə yaxşılaşdırılması məqsədilə sosial siyasət daha dəqiq, daha çevik və daha düşünülmüş formada həyata keçirilir. Sosial sahə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və bu istiqamətdə atılan addımlar sistemli xarakter daşıyır. Yəni əvvəlki illərdə bu sahədə mövcud olmuş nöqsanlar, idarəetmədə olan boşluqlar və müəyyən pozuntular mərhələli şəkildə aradan qaldırılır, sosial ədalətsizliklərə son qoyulur, vətəndaşların haqlarının qorunması təmin edilir və bütün proseslər üzrə şəffaf, ictimaiyyət üçün aydın olan mexanizmlər tətbiq olunur. Məhz bu yanaşma nəticəsində sosial sahədə etimad daha da möhkəmlənir və vətəndaşların dövlətə olan inamı artır. Bu ardıcıl və məqsədyönlü siyasət bizə imkan verib ki, sosial sahədə bir neçə ciddi, genişmiqyaslı və əhatəli islahat paketi həyata keçirək. Daha dəqiq desək, son 7 il ərzində ümumilikdə 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatlar bir-birini tamamlayır, mərhələli şəkildə həyata keçirilir və əhalinin müxtəlif sosial qruplarını əhatə edir. Buraya aztəminatlı ailələr, pensiyaçıların müxtəlif kateqoriyaları, dövlət sektorunda çalışanlar, şəhid ailələri, müharibə iştirakçıları və digər həssas sosial qruplar daxildir. Referans media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibə zamanı səsləndirir. Dövlət başçısı müsahibəsində xüsusi olaraq vurğulayıb ki, həyata keçirilən sosial islahatlar kağız üzərində qalan qərarlar deyil, real həyatda insanların gündəlik yaşayışına birbaşa təsir göstərən addımlardır və bu islahatların əsas məqsədi vətəndaşların sosial müdafiəsinin gücləndirilməsidir. Bu islahatların əhatə dairəsi 4 milyon insanı əhatə edir və ümumilikdə təqribən 8 milyard manata yaxın maliyyə vəsaiti bu məqsədlər üçün yönəldilmişdir. Bu, olduqca böyük rəqəmdir və dövlətin sosial sahəyə nə qədər ciddi yanaşdığını aydın şəkildə nümayiş etdirir. Təkcə ötən il ərzində 1,4 milyard manat həcmində büdcə vəsaiti məhz sosial məqsədlər üçün xərclənmişdir. Bu vəsaitlər hesabına ölkə üzrə maaşlar artırılıb, pensiyalar mərhələli şəkildə yüksəldilib, müxtəlif sosial müavinətlər və təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Eyni zamanda, pensiyaların mütəmadi indeksləşdirilməsi təmin olunur ki, bu da pensiyaçıların gəlirlərinin inflyasiya səviyyəsinə uyğun şəkildə qorunmasına və onların alıcılıq qabiliyyətinin saxlanmasına xidmət edir. Prezident qeyd edib ki, dövlətin əsas məqsədi sosial rifahın daha da yüksəldilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və sosial ədalətin təmin olunmasıdır. Əlbəttə istərdik ki, bütün bu artımlar daha böyük olsun, daha çox insanı əhatə etsin və vətəndaşların rifahına daha güclü təsir göstərsin. Ancaq bu məsələdə də biz həmişə real imkanları və iqtisadi tarazlığı əsas götürmüşük. Xalqımızın çox gözəl bir atalar sözü var, gərək ayağını yorğanına görə uzadasan. Bu prinsip bizim iqtisadi və sosial siyasətimizin təməlində dayanır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan heç vaxt populist addımlar atmayıb və cəmiyyətə reallıqdan uzaq vədlər verməyib. Biz heç vaxt populizmlə məşğul olmamışıq, heç vaxt icrası mümkün olmayan vədlər səsləndirməmişik. Heç vaxt gələcək nəsilləri borc yükü altına salmaq naminə haradansa böyük məbləğdə vəsait cəlb edib onu qısa müddətli effekt üçün paylamamışıq. Biz hər zaman uzun müddətli nəticələri düşünmüşük və məsuliyyətli maliyyə siyasəti aparmışıq. İlham Əliyev əlavə edib ki, dövlət strateji inkişaf baxımından aydın, dəqiq və əsaslandırılmış bir baxışa malikdir. Biz ölkənin gələcəyini planlı şəkildə qururuq, iqtisadi inkişafla sosial siyasət arasında sağlam tarazlığı qoruyuruq. Məhz buna görə də ölkə iqtisadiyyatı inkişaf etdikcə, ümumi daxili məhsul artdıqca, valyuta ehtiyatlarımız çoxaldıqca, sosial sahəyə ayrılan vəsaitlər də mərhələli şəkildə artırılacaq. Sosial siyasət daim diqqət mərkəzində olacaq və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının davamlı şəkildə yüksəldilməsi dövlət üçün prioritet olaraq qalacaq. Bu istiqamətdə görülən işlər bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə davam etdiriləcək, deyə Prezident İlham Əliyev bildirib.